Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. Azedo Təhsil Portal və Sosial Tədqiqatlar Mərkəzinin birgə layihəsi olan Təhsil Siz verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Təhsilə dair aktual mövzuları təhsil tədqiqatçısı Elmin Nuri ilə bir yerdə müzakirə edəcəyik. Elmin bəy, xoş gəlmisiniz. Salam, xoş gördük. İnanıram ki, bu gün də maraqlı bir mövzu müzakirə olunacaq. Günün mövzusu qəbul imtahanları ilə bağlı danışmaq istərdik. Elmin bəy, mütəxəssislərin və cəmiyyətin bir qismi belə düşünür ki, hazırda test mərhələsi abituriyentləri robotlaşdırır. Bununla bağlı nə düşünürsünüz? Qəbul imtahanları ilə bağlı nələr dəyişilməlidir ümumiyyətlə? Bir daha təşəkkürümü bildirirəm. Çox vacib, aktual bir mövzudur. Amma biz hələ ki qəbul imtahanlarında nələr dəyişməlidir, qəbul imtahanlarının gələcək aqibəti necə olmalıdır, format necə olmalıdır, o barədə danışmağa tələsməyək. Təbii ki, sistemli şəkildə ona da toxunacağıq. Amma indi ilkin olaraq birinci etapda biz burada nəyə toxunmalıyıq? Məsələ nədən ibarətdir? Yəni artıq qarşıdan yanvar ayı gəlir. Cəmi bir ay və bir neçə gündən sonra 2026-cı ilə qədəm qoyuruq və yanvar ayından etibarən artıq universitetlərə qəbul üçün qeydiyyatlar da start verilir və necə deyim ki, yeni qəbul mövsümünə artıq start veririk illə paralel olaraq. Və ona görə də bugün məhz bu mövzuya toxunmağımız heç də təsadüfi deyil. Yəni bunun da məntiqi bir əlaqələndirməsi mövcuddur. Və biz ara sıra ciddi, yaxud qeyri-ciddi, böyük sosial şəbəkə təhsil qruplarında, səhifələrində, hətta onlayn xəbər portallarında, media resurslarında qəbul imtahanlarla bağlı ya müsbət, ya mənfi xarakterli nələrsə oxuyuruq. İştirak etdiyimiz tədbirlərdə, çıxışlar arasında test üsulunun ləğvini hətta arzu edənlər də var. Bunun onlar nəinki gizlədirlər, qətiyyən gizlətmə fikrində deyirlər və bunu reallaşmasının nə qədər tez olsa o qədər də yaxşı olacağını düşünürlər. Subyektiv fikirlərdir. Biz kimsənin subyektiv fikrinə qarışa bilmərik və mövzusundan asılı olmayaraq hörmətlə yanaşırıq. Amma öz şəxsi subyektiv yanaşmamı deyim ki, bizdə hələ ali təhsil müəssisələrinin qəbul modelində test imtahanı modelinin dəyişməsi şəxsən mənə görə inandırıcı deyil. Yəni bunun parametrləri onu nə əvəz edəcək? Tamam, test imtahanı deyək ki, ləğv olundu. Yenə deyirəm, inandırıcı deyil. Onu biz daha yaxşı, daha şəffaf, daha faydalı hansı mexanizmlə əvəz edə biləcəyik? Bu hesablanıbmı? Bununla bağlı hər hansı bir təkliflər varmı? Təbii ki, hər kəs təkliflər deyə bilər. Beynəlxalq təcrübədə xeyli sayda nümunələr götürə bilərlər. Məsələn, deyə bilərlər ki, Finlandiyada budur, Amerikada odur, Almaniyada budur, tamam olsun. Amma biz bəzi reallıqları unutmamalıyıq. Məsələn, bundan ibarətdir. Bilirik ki, test imtahanının tətbiqi Azərbaycan təhsilində, qəbul modelində çox ciddi şəffaflıq yaratdı. Universitetə daxil ola bilməyənlər, əvvəlki model əsasında haqsızlıqlara məruz qalanlar və artıq 30 ildir ki, şəffaf şəkildə test və bal sistemi ilə universitetə qəbul ola bilirlər. O söhbətin ayrı mövzusu ki, bugün test imtahanı modeli bizə nəyi alır? Bax, bu maraqlı mövzudur. Bəli, həqiqətən də bugün test modeli bizim şagirdlərdən, bizim məktəbdən müəyyən müsbət üstünlükləri, çox ciddi meyarları almış olur. Bu reallıqdır. İndi bəzilər razılaşmayacaq ki, nə yaxşı ki test var. Mən də razıyam, nə yaxşı ki test var və olacaq da test. Amma biz məsələyə həm də insanın kafasından baxaq. Onu analiz etmə, təfəkkür yürütmə, situasiyalara görə qərar qəbul etmə prinsipindən baxaq. Bu test ümumi, necə deyim ki, təhsil predmetini birbaşa öz tabeliyinə salmış oldu. Tam səmimi deyirəm. Yəni, faktlara yönəlik, analiz və təfəkkür üstələyən yaddaş elementləri ilə zəngin olan bir model digər məsələləri arxa plana qoydu. Təbii ki, indiki suallarla,
indiki imtahanlarla sizə deyim, 10 il, 15 il əvvəlin sualları bir deyil. Əvvəllər faktoloji suallar çoxluq təşkil edirdisə, indi situasiya və açıq tipli suallar qapalı tipli sualları çox qabaqlayır. Yəni A, B, C, D, Y variantı tələb edən sualların sayını xeyli qabaqlayır. Bu yaxşıdır. Onun balı da daha çox olur. Bəli, hesablamada bəli, düzgün qiymətləndirmədə ona verilən bal da çoxdur. Adi bəzi suallar yazılı cavab tələb elədi. O da bir növ bizim cəmiyyətdə az qala çox belə ciddi rezonans yaratdı. Xeyli valideyn, müəllimlər bundan narazılıq göstərdilər. Amma biz gördük ki, bəli, həmin yazılı sualların da çox ciddi faydaları vardır. Yəni dediyim kimi, bu mərhələ şəklində baş verən bir prosesdir. Amma və bu prosesin sonunda mən fikrimdə qalıram. Testin ümumiyyətlə ləğvindən biz danışa bilmərik. Çünki bu, bəli, test amili daha da zəifləyə bilər. Test amili qəbul prosesində ikinci plana düşə bilər. Kölgəyə düşə bilər. Amma ümumiyyətlə test ləğv olunsun, bu biraz inandırıcı görünmür. Real görünmür, bəli. Və əgər ləğv olunsa, biz buna hazırıqmı? Şəxsən mənə görə o da real görünmür. Tam səmimi sizə deyirəm. Məsələn, bəzi modellər var. İcazəmizlə mən sizə deyim onu. Məsələn, xarici ölkədə modellər var. Hər ölkədə universitetə daxil olmaq üçün test imtahanına iştirak etmirsən ki, hərənin tələb etdiyi bir meyarlar var. Məsələn, mən sizə deyim. Burada şagirdin məktəbdəki göstəriciləri, o portfel, ona portfel qaydasından qəbul deyirlər. Yəni, o artıq portfelinə, məcazi mənada portfelindən söhbət gedir. Öz uğurlarını, öz bacarıqlarını əks etdirən faktları, işlədiyi layihələri və s. əlavə edir və həmin portfel onun müraciət etdiyi ixtisas üzrə tələbə adını qazanıb qazanmayacağını müəyyənləşdirir. Yəni, bu hələ ki bizim reallıq üçün mən bunu çox təəssüf olduğum üçün ki, tam real hesab etmirəm. Məsələ bundan ibarətdir. Bəs, belə deyək, mühitdəki şəffaflıq test üsulunun dəyişməsinə şərait yarada bilərmi? Yəni, dediyim kimi, bizdə test üsulunun elə ən birinci siması gətirdiyi şəffaflıqdır. Bunu heç kəs dana bilməz və zaten kimsənin də danmaq fikri belə yoxdur. Bu öz yerində. Amma yenə deyirəm ki, biz bu günləri testi ləğv etsək, onun yerinə fərqli qəbul modelinin tətbiqinə çalışsaq, mən inandırıram ki, şəffaflıqla bağlı çox ciddi problemlərlə üzləşə biləcəyik. Bu həm məktəb daxilində baş verə bilər, həm universitet daxilində baş verə bilər. Təbii ki, mən hər hansı bir universitet adını çəkib onun haqqına girmək istəmirəm. Amma hazırda indi ətrafımızda tələbələr, ətrafımızda universitet mühitini təmsil edən şəxslər var. Orada müəyyən bir razılaşmalar, qeyri-legitim detallar, nələrsə bizdə bu şəffaflığın qarşısını ala bilər. Bəli, hibrid ola bilər. Hibrid nə ola bilər? Bir tələbənin universitetə qəbulu həm Dövlət İmtahan Mərkəzi vasitəsilə mərkəzləşmiş qaydada test imtahanı ola bilər. Test imtahanından keçəndən sonra, bəlli bal yığdıqdan sonra ikinci mərhələdə artıq universitet onu öz daxili imtahanından keçirərək qəbul edir. Bizdə bu artıq bir neçə universitetdə tətbiq olunur və çox uğurlu da həyata keçir. Amma digər universitetlərdə, məsələn, söhbət özəllər də var, indi bölgü universitetlər də var. Onlar buna hazırdırlarmı? Lap el təşkilati baxımından deyək, struktur baxımından deyək, müəyyən bir proqram və hədəf baxımından buna hazırdırlarmı? Açıq onunla bağlı mənim cavabım bir mənalı deyil. Elmin bəy, bəs ixtisas qruplarına yeni fənlər sizcə əlavə olunmalıdırmı? Ehtiyac varmı? Çünki bəzən biz qarşılaşırıq xəbər portallarında təkliflər var ki, ikinci ixtisas qrupundan Azərbaycan tarixi fənni çıxarılsın. Bəli, bir də mən də görmüşəm onu. Açıq, çox təəssüf olsun ki, həmin fikri səsləndirən şəxsin adını unutmuşam və harada yayınlanıb o da yadımdan çıxıb. Amma sadəcə göz yaddaşım əsasən Instagram və Facebook şəbəkələri üzərindən bəli, sosial mediada mən onu gördüm və bununla qətiyyən razı deyiləm. Bu günləri hər bir fənnin proqramla yanaşı onun məzmun xətti, onun kurikulumda bizim üçün vacibdir.
Azərbaycan tarixi fənninin kurikulumu bu günləri bizim üçün həddindən artıq önəmli məsələləri əks etdirir. Fənnin kurikulumu və məzmun xətti. O demək deyil ki, mən hər hansı bir döyüşün keçirildiyi ili bilim, hansı döyüşdən sonra hansı sülh müqaviləsi imzalandı onu bilim. Xeyr, bunlar faktologiyadır. Bu fənnin məzmun standartları var. Hansı məzmun standartları ki, insanın təhsildən sonrakı inkişaf və üstünlük mexanizminə birbaşa təsir eləyir. Baxın, Azərbaycan tarixi fənninin alt qatındakı məzmun standartları bizim hər birimiz üçün vacibdir. Millilik, şuuraltı proseslərdə milli hisslərin daha da dolğun şəkildə ötürülməsi və bunun bir şəxsiyyət olaraq hər zaman bizi izləməsi çox önəmli bir situasiyadır. Buna görə də Məltəm xanım, nəinki mən hər hansı bir qrupda, deyək ki, ikinci ixtisas qrupunda Azərbaycan tarixi fənninin olmamasını deyərdim, bunu tamamilə inkar edirəm öz yerində. Ümumiyyətlə, digər ixtisas qruplarında söhbət gedir birinci ixtisas qrupu, 3-də zaten var və 4-cü ixtisas qrupunda da Azərbaycan tarixi fənninin olmasını çox istərdim. İndi anlayıram, razılaşmayan ola biləcək, hətta ola bilsin sosial mediada bizim bu fikirləri izləyənlər buna çox tənqidi və aqressiv yanaşma sərgiləyə bilərlər. Onları da başa düşürəm. Bəlkə də bizim danışmaq asandır. Çünki hazırlaşan biz deyilik, nə yalan deyim sizə. 17 yaşında, 18 yaşında gənclər var ki, onlar bu dəqiq hazırlıqdan vaxt tapa bilmirlər. İndi belə bir aşamada biz də deyək ki, əlavə bir fən əlavə olunsun, onlara qıcıqlandırıcı gələ bilər. Amma reallıqdan daha böyük olan reallıqları var. Biz hər zaman indini və 8 ay, 9 ay sonranı düşünməməliyik. İmtahan keçici prosesdir. Necə ki, hazırda tələb olan birinci kurslar var, onlar artıq 4 ay, 5 ay bundan əvvəl unudurlar. Halbuki onlar ötən ilin bu vaxtı abituriyent idilər. Çünki əzbərləmişdir. Bəli, o zaten keçmişdə qalan bir etapdır. Ona görə də mən çox arzu edərdim ki, Azərbaycan tarixi fənni bizim gələcək ixtisasından, seçdiyi profildən, sənətdən, peşədən asılı olmayaraq hər bir kəs üçün vacibdir. Ona görə yox ki, biz hər hansı bir tarixi ili, faktologiyanı bilək. O da lazımdır öz yerində. Azərbaycan tarixi fənninin məzmun xətti, şuuraltı, necə deyim ki, mesajları, onun şəxsiyyət və milli düşüncəli bir insan formalaşdırmaq üstünlükləri həddindən artıq çoxdur. Bu bizdən olmalıdır. Fərqi yoxdur, biz həkim olacağıq. Fərqi yoxdur, biz kompüter mühəndisi olacağıq və fərqi yoxdur, biz müəllim olacağıq. Bu predmet həmişə bizdən olmalıdır. Buna görə də şəxsən subyektiv yanaşmamdır ki, Azərbaycan tarix fənni olması çox vacibdir. İkinci bir məsələ, mən bunu informatika fənni haqqında deyərdim. İcazənizlə təbii ki. İnformatika fənni özünün yeri gəlmişdən deyim ki, Elm və Təhsil Nazirliyi tərəfindən 2025-ci ildə informatika fənninin yeni təkmilləşdirilmiş kurikulum hazırlandı. Mən onu oxudum və həddindən artıq təqdir edirəm. Çünki orada çox incə, vacib nüanslara toxunuldu. Yəni informatikaya bizim baxışımız, anlayışımız yalnız kompüter üzərində, Word, Excel üzərində işləməkdən ibarət deyil. Onlar məsələn texniki bacarıq tərəfləridir. İnformatika fənninin məzmun standartları var, alt qatları var. O alt qatlardan birini mən sizə deyim. O adlanır məntiqi algoritmik təfəkkür alt qatı. Bax, ada baxın siz. Bu avtomatik olaraq şagirddə, təhsil alanda məntiqi mühakiməni, situasiyaya görə düzgün qərar qəbul etməni, problemi perspektivə çevirmək modullarını hazırlayır. Nəyi pisdir? Bizə qalan bunlar olacaq. Bizə qalan. İnformatikada nəyisə əzbərlədim, getdim birinci qrupda bunu qeyd etdim, olmayacaq. Bizə qalan bu olacaq, insana qalan, onun üzərində irəliləyən və cəmiyyətdə onun yeri müəyyənləşdirən bu olacaq və bu alt qatlar. Biz bu günləri informatikanın əsrində yaşayırıq. İnformatika atdığımız hər addımda var. Bəli. Hər addımda var. Və bu ixtisasından, peşəsindən asılı olmayaraq hər bir kəsə vacibdir. İstər texniki tərəfdən, algoritmik tərəfdən, istər dediyim o təfəkkür süzgəci tərəfindən. Bax, biz bunu ayırd etməliyik. Bu günləri bəli, Dövlət İmtahan Mərkəzi ixtisas qruplarından bağlı sualları, fənlərə görə sualları elə Elm və Təhsil Nazirliyinin hazırladığı kurikulum proqramları üzərində hazırlayır.
həmin oradakı məzmun standartlarından kənara çıxdı, yoxdur. Problem nədən ibarətdir? Mən bir detalda sizə deyim. Baxın, problem ondan ibarətdir ki, məzmun standartlarına uyğun hazırlanan suallar sonradan şagirdlərdə çox ciddi çətinliklər yaradır. Baxın, bu günləri hansı bir şagird repetitor yanına getmədən universitetə qəbul ola bilər? Deyərdim ki, Demək olar ki, yoxdur. heç birisi. 1% istisna ola bilər, onları mən ayırıb qoyuram kənara. Amma digərləri edə bilməz. Nəyə görə? Çünki Dövlət İmtahan Mərkəzinin həmin məzmun standartlarına baxaraq hazırladığı suallar arasında bu gün tədrisi həmin məzmun standartları əsasında keçən məktəb arasında, məktəbin həmin məzmun standartlarına görə ötürdüyü təhsil arasında çox böyük ziddiyyət var. Məktəb həmin məzmun standartlarına uyğun tədrisi zəiflədir. Bunun bəzi səbəbləri var. Hər dəfə repetitorun üzrə getmək istəmirəm. Amma repetitor, orada necə deyim ki, utdu ki, o həmin məzmun standartını qısa yaddaş üçün, yəni imtahana qədərki proses üçün şagirdi ötürə bildi. Bunu ötürə bildi. Mən burada əslində repetitorluğu tərifləmirəm, nisbətən danışmıram. Xeyr. Yəni zaten həmin repetitor məktəbdə müəllim idi. Bunu burada etdisə, məktəbdə part arxasında da bunu edə bilərdi. Baxın, məsələnin bu tərəfi budur. Niyə edə bilmədi? Hər halda sualın cavabı hamımıza məlumdur. Neysə, bunu qoyuruq kənara. Və bugün biz məzmun standartlarını, məzmun xəttlərini qətiyyən unuda bilmərik. Təhsilin canı çünki budur. Bugün fizikanı, riyaziyyatı, Azərbaycan dili və ədəbiyyatı yalnız oradakı informasiyalara görə öyrənmək olmaz. Həmin informasiyaların birləşərək ötürdüyü böyük bir sistem var. O məzmun xəttidir. Bugün Azərbaycan dilini öyrənmək o demək deyil ki, mən ahəng qanunu bəhsini, mən nə bilim, vurğu bəhsini, fonetikanı, morfologiyanı bilməliyəm. Xeyr, bunlar məsələnin görünən tərəfləridir. Bugün onu öyrənmək, oxuyub anlamaq, qavramaq, fikrin düzgün qurulması, nitqin düzgün ifadə edilməsi funksiyalarını yerinə yetirir. Ona görə bugün buraxılış imtahanlarında hər üç predmet var. Xarici dil var, ana dili var və riyaziyyat var. Çünki hər bir kəsə məlumdur. Yer gəlmişkən, məsələn, bu buraxılış imtahanları ilə bağlı da biz belə bir təklif irəli sürə bilərik ki, bəli, Azərbaycan dili, riyaziyyat və xarici dil özlərinin məzmun xəttinə görə, hər bir kəsi əhatə etmə bacarığına görə demək olar, ixtisas qrupları çərçivəsindən sıxmır. Birinci qrup hazırlaşanda, dördüncü qrup hazırlaşanda buraxılış imtahanı verməlidir. Hər birisi bu üç predmetdən keçməlidir. Və gələcəkdə, bayaqki məsələyə qayıdaq. Biz yuxarıda az əvvəlsindən müzakirə edəndə yoldaşlardan biri dedi və təşəkkürümü çatdırıram ona. Zaman-zaman bu da müzakirə olunub. Buraxılış imtahanlarına Azərbaycan tarix fənni də əlavə edilə bilər. Dördüncü predmet kimi. Bu da vacibdir. Dediyim kimi, kimsə qıcıqlana bilər. Subyektiv fikirdir. Necə ki, bu bizim subyektiv yanaşmamızdır. Amma məsələnin bir tərəfinə baxaq. Biz bunu niyə deyirik? Açıq deyim, mən tarix müəllimi deyiləm. Siz tarix müəllimi deyilsiniz ki, deyək ki, bu bütün qruplarda olsun və mənim yanıma hazırlığa gələndən sayı çoxalsın. Əlbəttə. Bu bizim işimiz deyil. Biz ona görə deyirik ki, bu öz məzmun xətti ilə daha güclü və daha milli şuuraltılar formalaşdırsın. Biz bunu demək istəyirik. Necə ki, riyaziyyat bu günləri hamısında var. Niyə görə riyaziyyat hamısında var? Riyaziyyatın çünki funksiyası başqadır. Riyaziyyat əbobu, əkobu, integralı, nə bilim, kosinus, sinus öyrənmək deyil. İndi riyaziyyat müəllimləri mənə bağışlasınlar. Onların indi izləyəcəklərsə, onların yanında biz nəsə danışa bilmərik. Riyaziyyatçılar və riyaziyyat müəllimlərinin yanında. Amma hər halda öz düşüncəmizə əsasən deyə bilərik ki, məzmun xəttləri var. Qavrama, fəza təfəkkürünün inkişafı, problemə uyğun çox variantlı təkliflər verməyə bacarığı. Sabitcin bunlar şirkətdə işləyəcəklər, layihələrin üzərində işləyəcəklər. Layihələrdə belə bir məsələ var, problemin qoyuluşu və ondan, necə deyim ki, faydalılığın əks olunması. Bugün riyaziyyat problemin qoyuluşu funksiyasını həyata keçirir. Hər bir problemdir.
2 vur 2 də bir problemdir. Bərabər 4 son həll yoludur. İndi mən ən sadə elementarını dedim. Baxın, belə bir detalı biz artıq testdə yanaşmamızı bu cür dəyişməliyik. Yoxsa ki, müəllim götürür kitabı, baxır. Uşaqlar, bu dərs imtahanda yoxdur. Qoyaq qırağa. Oxumağa ehtiyac yoxdur. Bu sual qəbula düşmür. Qəbul etmə şansı yoxdur. Biz nə vaxta qədər uşağı dırnağa silahlandırmağı ancaq imtahan modelinə qədər aparmalıyıq. Bu nə deməkdir? Bu ən azından qeyri-peşəkarlıqdır. Tam səmimi deyirəm. Olmur belə. Bugün hər fənnin və hər fənnə aid olan hər mövzunun daxilində, bətnində uşağın şuuruna, şuuraltısına, zehninə, psixologiyasına ötürülməli olan çox ciddi meyarlar var, mexanizmlər var. Bunlar görünmür. Amma bunlar insanda qalır. Biz onları imtina edirik. Biz deyirik ki, bu qəbulda yoxdur. Budur. Çatışmazlıqlar budur. Başa düşürsünüzmü? Ona görə bugün bizim tələbələrimiz xoşbəxt deyirlər. Baxın, 4 ay bundan əvvəl sentyabrın 15-də sevinə-sevinə universitetə gələn 1-ci kurs tələbələrindən arasında bir sorğu aparın. Görün, bu dəqiqələrin neçəsi faizi məmnundur. Mən aparmışam sorğunu öz daxili çevrəm əsasında. Bilərəkdən, fərqli 10 fərqli universitetdən 50 uşaq arasında sorğu apardım. Şəxsən tək. İnandırım sizi ki, 5-i və 6-sı müsbət və xoşbəxt danışırdı. 5-i və 6-sı. Yaxşı, bəs 44-ü, 45-i bəs. Tam səmimi sizə deyirəm. Və bilərəkdən neynəmişəm? Və həmin 50 uşağın hər birisi hələ ki, dövlət universitetinin tələbələridirlər. Hələ mən özəllərə toxunmamışam. Baxın, bu reallıq bundan ibarətdir. Deməli, düzgün ötülməyən meyarlar var. Və bu yanaşmalar var. Biz şagirdi ona görə hazırlaşdıra bilmədik. Onu biz karyeranın ilkin etapı üçün silahlandıra bilmədik. Ki, sən sabah universitetdə həyata, təhsilin özünə fərqli baxa bilərsən. Baxa bilmir. Baxın, testin də bu tərəfləri var. Elmin bəy, əsas məqamlara toxundunuz, ancaq məncə bu da maraqlı olar ki, bu gün beynəlxalq modeldə tətbiq olunan hansı təhsil modeli ölkəmizdə tətbiq oluna bilməz qətiyyən, yəni bizə uyğun deyil. Çox yerində verilmiş sualdır Məltəm xanım. Ümumiyyətlə sizə bir söz deyim. Nəinki test qəbul imtahan modeli, ümumiyyətlə təhsillə bağlı digər detallarda şəxsən mənim heç razı olmadığım bir məsələ beynəlxalq təcrübənin götürülərək lap elə təşkil xarakterli deyək. Eynən orada məsələn Sinqapurda necədirsə, Koreyada necədirsə bizdə tətbiq olunmasına bağlı deyilən təkliflərdir. Xeyr. Koreyadır, Sinqapur da bizdə bizik. Əslində biz aşağı götürmürük, yox. Biz onlardan üstünük. Əlbəttə. Amma hər bir cəmiyyətin, tam səmin deyirəm, biz onlardan üstünük. Bizim riyazi potensialımız, necə deyim ki sizə, çox ölkədən həddən artıq üstündür. 10 milyonluq ölkənin indiyə qədər 30-a qədər şahmat üzrə grossmeisteri olub. 30-a qədər. Sizə deyim ki, əhalisi 100 milyonlara çatan bir ölkənin indiyə qədər bəlkə 2-3 grossmeisteri yoxdur. Bu da bizim cəmiyyətin potensialıdır. Amma bəzi spesifik özəlliklər var. Biz nə etməliyik? Biz ən az bir xarici təcrübəni götürəndə bu bizə uyğundurmu? Onu fikirləşməliyik. Uyğun deyilsə, biz bunu necə uyğunlaşdıra bilərik? Onu düşünməliyik. Tamam. Məsələn, baxın, qəbulda modellər var da, baxın, mən bir araşdırma apardım. Finlandiyada, Amerikada, Kanadada, Almaniyada maraqlı qəbul modelləri, Britaniyada, konkret olaraq İngiltərədə maraqlı modellər var. Məsələn, mənə ən çox xoş gələn nədir? Portfolio modeli oldu. Portfolio modeli, məsələn, bir şagird məktəbdə oxuduğu zaman öz bacarıqları, qabiliyyəti, üzərində işlədiyi layihələr, hətta etdiyi ixtiralar və s. İxtisasa görə fərqlənir də bunlar. Həmin portfelin tərkibi ixtisasa görə fərqlənir. Onları təqdim edir, onlarla bərabər müraciət məktubu yazır və həmin portfel dəyərləndirilir. Daha həmin şagirdi gətirib qabağına test hesabçası qoymurlar ki, A variantı. Sən 120 dəqiqə vaxt qoymurlar ki, sən bunu elə, sonra gəl. Yox. İndi mən demirəm bizdə ancaq belə olsun. Yox. Dediyim kimi, biz hələ ki testə məhkumuq. Test bizim üçün qalmalıdır. Amma testlə yanaşı alternativ olaraq belə uyğunlaşdırılmalarda gedilməlidir. Tamam, mən razıyam. Beynəlxalq olimpiada qalibləri universitetlərə imtahansız qəbul oluna bilirlər. Musiqi və idman yarışlarında beynəlxalq nailiyyətlər olan gənclərimiz qəbul ola bilirlər. Lap yaxşı. Yaxşı, biz bunu nəyə görə də
çox yaxşı tətbiqi, ixtirası, məsələn, sabahın alimləri yarışması deyirdilər və yaxud da ki, beynəlxalq robot olimpiadaları deyirdilər, yarışmalar deyirdilər. Orada çox yaxşı bir ideyası olan, startap yarışmalarında çox yaxşı fikri olan gənclərimizi universitetə avtomatik qəbul etməyək. Adam dünya ölkələrinin iştirak etdiyi bir yarışmada çox uğurlu bir startapın müəllifidir. Mən belə gəncləri tanıyıram. Bu adam, məsələn, bu mühəndislik profilli ixtisasa niyə imtahan verməlidir ki? Açıq danışaq da. Tam səmimi deyirəm sizə. O imtahan vermək əvəzinə, o imtahanlara hazırlaşmaq əvəzinə elə özünü, öz ixtira etdiyi, öz yaratdığı startap üzərində daha da inkişaf elətdirər də. İnanın, onun effekti daha çox olacaqdır. Adam dünyanı maraqlandıran bir ixtira deməyək. Bir startapın ideya müəllifidir. Biz bunu, sən get fizikadan 10 dənə suala düz cavab yaz, kimyadan 5 dənə suala düz cavab yaz çərçivəsinə niyə sığdırmalıyıq? Vallahi bu düzgün deyil axı. Biz əslində onu bundan azad etməliyik. Bəli, orta statistik bir adam, orta statistik elmin qoy gəlsin, fizikadan 10 dənə vursun, kimyadan 5 dənə vursun. Qəbul olar, olmazsa olmaz. Amma orta statistik elmini qabaqlayan şəxs X, Y bu çərçivəyə sığmamalıdır. O zaten öz işi ilə artıq müəyyən bir işi görüb və onun üçün qapı açılmalıdır. Dünya təhsilinin artıq trendi bundan ibarətdir. Bax, bu olmalıdır. Mən ikisini sizə dedim, portfel, bir də görülən işlərə görə dəyərləndirmələr. Bunlar olmalıdır. İxtisaslara görə profil üzrə ayrıca imtahan modelinin tətbiqini mən uğurlu qarşılayıram, amma tam onu real görmürəm. Məsələn, nədir? Bir insan, məsələn, oxuyur, mühəndislik profilli məktəbdə oxuyur, necə bizə də təmayüllü liseylər var, deyək, fizika, riyaziyyat və s. ilə axır. Kimya, biologiya. O, daha gedib, hər hansı bir ixtisas qrupunun seçməsinə ehtiyac yoxdur. O, həmin ixtisasın, necə deyim ki, tələb və təklifləri əsasında, sırf onun üçün, həmin ixtisasa qəbul üçün hazırlanmış qəbul proqramı əsasında imtahan verir və onun qiymətləndirilməsi nəticəsində tələbatını qazanır. Baxın, bu modeldə pis olmaz deyə düşünürəm. Amma bunun mən realizəsini o qədər də çox görmürəm. Bax, belə çox pilləli yanaşmalar olmalıdır. Daha sonra hər bir detalda biz də artıq motivasiya məktubuna, müraciət məktubuna və onların dəyərləndirilməsinə üstünlük versək, düşünürəm ki, pis olmaz. Yəni, artıq ayaqlaşmanı biraz artırmaq lazımdır. Mən çox sevinirəm ki, bizdə ADA nümunəsi var. Bilirsiniz ki, ADA daxili imtahanı da keçirir. Mən çox sevinirəm ki, bizdə Türkiyə-Azərbaycan Universiteti nümunəsi də var. Məndə olan məlumata görə gələcəkdə orada da imtahan həm mərkəzləşmiş qaydada olacaq, həm daxili əsasla olacaqdır. Bu cür universitetlərimiz sayı artmalıdır. Ən yaxşı universitetlərimiz bu siyaha gəlməlidirlər. Və dediyim meyarlar da getdikcə orada öz əksini tapmalıdır. Yəni, yanaşmalar dəyişməlidir. Bu qəbul prosesi təhsilin bir hissəsidir. Buna təhsilin özünə olan münasibət dəyişəndə onun hər bir detalına münasibət də dəyişəcək. Elmin bəy, dəyərli fikirləriniz və təklifləriniz üçün təşəkkür edirəm. Azedu Təhsil Portalı və Sosial Tədqiqatlar Mərkəzinin birgə layihəsi olan təhsilsiz verilişini Elmin Nuri ilə bir yerdə təqdim etdik. Görüşənədək.